Bizə xoş səfərlər arzulayırıq. Adem müəllim, pandemiyadan sonra ümumiyyətlə neçə bir stansiyanın fəaliyyətə başlaması, yenilənməsi həyata keçirilir? Yəni pandemiyadan sonra bildiyiniz kimi 2025-ci ilin əvvəlindən Bakı-Balakən-Bakı qatar istifadəyə verildi və qatar istifadəyə veriləndə o istiqamət üzrə 4 stansiyada Şəki, Zaqatala, Qax-Balakən və əlavə olaraq marşrut üzrə yerləşən 4 platformada dayanacaq verildi və istifadəyə verildi. Bundan başqa 23-cü ildə Bakı-Gəncə qatarı Ağstafa kimi uzadıldı və 25-ci ildə həmin marşrut Ağstafadan Qazax stansiyasına kimi uzadıldı və həmin stansiyalarda istifadəyə verildi. Əlavə olaraq Dəllər və Qovlar stansiyaları təmir olunaraq 23-cü ildə istifadəyə verildi. 2025-ci ildə Mingəçevir stansiyası təmir olunaraq istifadəyə verildi və hazırda bayram günlərində də ora Gəncə, Mingəçevir qatarları təyin olunur. Əlavə olaraq bildiyiniz kimi ən böyük əhəmiyyətli bir hadisə 2025-ci ildə Ağdam avtovağzal və dəmir yolu kompleksi istifadəyə verildi və Bakıdan Ağdama qatarlar fəaliyyətə başladı. Bu istiqamətdə dəmir yollarının fəaliyyəti davam etdirilir. Müvafiq strategiya hazırlanmışdır və mərhələli şəkildə əvvəl fəaliyyət göstərən stansiyaların, həmçinin yeni stansiyalarında mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Bakı ətrafı qəsəbələr konkret Suraxanı Hövsan istiqamətində sürət qatarları nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur? Bir də ikinci sualım bundan ibarətdir ki, sakinlər müraciət edirlər və əvvəllər Qarabağa konkret Qubadlı, Cəbrayıl, Zəngilan istiqamətində qatarlar vardı. Yaxın gələcəkdə bu qatar reysinin həyata keçirilməsi nəzərdə tutulubmu? Bu sual. Hər iki sualınızla bağlı deyə bilərəm ki, hər iki istiqamət üzrə işlər aparılır. Bakı-Hövsan marşrutu üzrə bildirə bilərəm ki, bildiyiniz kimi dövlət proqramı təsdiq olunub 25-30-cu illərdə Bakı şəhər ətrafı istiqamət inkişafına dair. Orada bu istiqamət üzrə də qatarların həm alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub. Bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb. Həmçinin qatarların alışı ilə bağlı da işlərə başlanılıb. Proqramda qeyd olunduğu kimi 30-cu ilə kimi onların bitirilməsi nəzərdə tutulub. 27-28-ci illərdə artıq gözləyirik bu işlərin yekunlaşdırılmasını. Qarabağla bağlı da planlar var, müəyyən layihələndirilmə işləri aparılır və dediyim müddətdə də həmin istiqamətlər üzrə də sərnişin qatarının açılması planlaşdırılır. Tamam.